Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 25 may 2025-ci il. Buyurun, baxın əzizləyicilər. Gördüyünüz bu 5 baş yanı balalı mallar satılır. 5 başdan hal-hazırda 3 başı erkək balalıdır, 2 başı isə dişi balalıdır. Təzə WhatsApp qrup açmışam, TikTokda linkin altında paylaşmışam. Kim istəsə daxil olsun, izləsin, abunə olsun, hər gün paylaşılan mallardan xəbərdar olsun. Gördüyünüz bu birinci mal alaqara. Mal sahibi dediyinə görə təzə doğub, maşallah olsun, altında qəşəng erkək balası var. Yəni erkək bala ilandır. Mal sahibi deyir gün ərzində səhər axşam 2 evniyə 14 litr süd verir. Qiymətin 3400 manata deyir, aşağı yeri var. Gördüyünüz bu ikinci mal isə qara mal. Mal sahibi dediyinə görə ikinci qarına doğub. Bunun da balası erkək baladır. Yəni erkək bala ilandır. Gün ərzində səhər axşam 2 evniyə mal sahibi deyir 10 litr təmiz süd verir. Gördüyünüz bu qara malın da qiymətin 3100 manata sahibi deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Mal sahibi deyir ümumiyyətcə malların hamısı sakit maldır, fağır maldır. Kim istəsə əlaqə saxlasın, gəlsin. 5 malın 5-ini də saxsın, istədiyin seçsin, götürsün. Gördüyünüz bu üçüncü mal isə mal sahibi deyir bu da təzə doğub. Altında sarı ala dişi balası var. Yəni dişi bala ilandır. Mal sahibi deyir altındakı bala simental baladır. Gün ərzində bu gördüyünüz alaqara mal 13-14 litr arası mal sahibi deyir süd verir. Bunun da qiymətin mal sahibi 3300 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Hər kəsdən xahiş edirəm, real alıcılar əlaqə saxlasın. Təzə WhatsApp qrup açmışam, TikTokda linkin altında paylaşmışam. Kim istəsə daxil olsun, abunə olsun, izləsin, hər gün paylaşılan mallardan xəbərdar olsun. Gördüyünüz bu dördüncü mal isə mal sahibi dediyinə görə bu da təzə doğub. Bunun da altındakı bala erkək baladır, yəni erkək bala ilandır. Gün ərzində səhər axşam 2 evniyə mal sahibi deyir 12-13 litr arası. Gördüyünüz bu çil mal süd verir. Kim istəsə əlaqə saxlasın, gəlsin səhər axşam 2 evniyə südün saxsın, yoxlasın, fağırlığına, sakitliyinə baxsın, sonra alsın. Gördüyünüz bu malın da qiyməti mal sahibi 3300-ə deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Gördüyünüz bu 5-ci mal isə axırıncı mal. Mal sahibi deyir birinci qarına doğub, təzə doğub. Bunun da balası dişidir. Gün ərzində səhər axşam 2 evniyə 10 litr mal sahibi deyir süd verir. Bunun da qiymətin 2900 manata mal sahibi deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Gördüyünüz kimi bu 5 baş mallar satılır. 5 başdan 3 başı erkək balalıdır. 2 başı isə dişi balalıdır. Kim istəsə əlaqə saxlasın, gəlsin yerində baxsın, səhər axşam südlərini saxsın, yoxlasın, fağırlığına, sakitliyinə baxsın, sonra alsın.